19 aprel 2026-cı ildə Birlik Təhsil Mərkəzində 11-ci siniflər üçün təşkil olunmuş blok imtahanında tarix suallarının izahı. Deməli, Çar Rusiyası 1840-cı il 10 aprel İnzibati Məhkəmə İslahatına əsasən deməli, komendant idarəsi yaradıldı. Xeyr, komendant idarəsi əvvəldən var idi. Ondan sonra C variantına baxırıq. İrəvan, Naxçıvan xanlıqları ləğv edilərək onların arasında Erməni vilayəti yaradıldı. Səhvdir. Onlar İrəvan, Naxçıvan xanlıqları 1828-də ləğv olunanda yaradılmışdı. Cənubi Qafqazın idarəsi Qafqaz canişininə xeyr, Qafqazın baş komandanına tapşırılır. Əyalət və şəhər məhkəmələri quberniya, vilayət, qəza məhkəmələrindən əvəz edildi. Quberniya, vilayət və qəza məhkəmələri inzibati islahat deyil, məhkəmə islahatına aiddir. Cavab B variantı. Cənubi Qafqaz diyarı mərkəzi Tiflis olan Gürcü Milletə quberniyasına və Xəzər mərkəzi Şamaxı olan Xəzər vilayətlərinə bölündü. Düzgün cavab B. 32-ci sual. Şah İsmaildən fərqli olaraq Şah II Təhmasib Osmanlı dövlətindən müqavilə imzalamışdı. Yəni, Şah İsmailin dövründə heç bir müqavilə yoxdur, amma Təhmasibin dövründə 1732-ci ildə Kirmanşah sülhü imzalanır. Portuqaliyanın ittifaqı heç birində yoxdur. Osmanlı dövlətindən müharibə ikisi də aparmışdı. Xorasan Səfəvilər dövlətinə İsmail birləşdirib, Şeybani qoşunlarını İsmail məğlub edib. 33. Çar 1-ci Aleksandrın hakimiyyəti illərinə aiddir. Krım müharibəsi deməli 2-ci Nikolayın dövründə başlayır, 1-ci Nikolayın dövründə başlayır, 2-ci Aleksandrda başa düşür, başa çatır. Burjuziya islahatları 2-ci Aleksandra aiddir. Qafqaz müharibəsi 2-ci Aleksandrda başa çatır. Fransa ilə Tilsit sülhü 1807-ci il 1-ci Aleksandrın dövrünə aiddir. Xalqlar həbsxanası 3-cü Aleksandra aiddir. İngiltərə tarixinə aid uyğunluq. Kanadaya dominion hüququnun verilməsi 19-cu əsrin ikinci yarısı, yəni 1867-ci il. Deməli 3-ə A. Şanlı İnqilab 1688-ci il 17-ci əsrin ikinci yarısı 1-ə B. Respublika dövrünün baş çatması 1653-cü il 1-ə C. Sənaye çevrilişinin başlanması 18-ci əsrin ikinci yarısıdır. 1760-cı illərdən başlamışdı. 3-ə D. Sonra deməli İngilis-Bur müharibəsinin başlanması da 1899, bu da 3-ə Y variantı. 1-ə B, C, 2-ə D, 3-ə isə A, Y. Cavab Y variantı. Uyğunluq hansında pozulmuşdur? Uliz Matpaliyotda yaranır, düzdür. İlk şəhər mərkəzləri Orta Tunsda, düzdür. Ölülər evlərin arasında dəfn edilir, Neolitdə, düzdür. Mikrolit əməliyyatlarından istifadə başlanıldı, Mezolitdə, düzdür. İri tayfa ittifaqları erkən Tunsda sadəcə tayfa yaranır. Tayfa ittifaqları Orta Tunsda yaranır, iri tayfa birlikləri son Tunsda. Daha gec baş verən hadisə. Sadova döyüşü 1866. Napolyon Rusiya ilə Borodino döyüşündə böyük itkilər verməsi 1812. Krım müharibəsində Rus qoşunlarının məğlub olması 1853-56. Monro doktrinası 1823. Frankfurt müqaviləsi 1871. Daha gec baş verən hadisə Y variantı olur. Deməli, xəritədə ulduzla göstərilmiş xanlığa aid olmayan fikri müəyyən edin. Xəritədə ulduzla verilmiş ərazi Şamaxı xanlığıdır və Şamaxı xanlığında müvəqqəti idarəyə yaradılmış. Düzgün cavab D variantı. Yerdə qalanlar isə Şamaxı xanlığına aiddir. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavab. Gülüstan müqaviləsi imzalandı, ermənilər kütləvi şəkildə köçürüldü. Gülüstanla deyil, Türkmənçay ilə. Quba üsyanı, Qubada əyalət şurası ləğv edildi. Düzdür, 1810-cu ildə Şeyx Əlxan üsyanından sonra. 1830-cu il 13 il fərmanı müsadirə olunmuş torpaqların yerli zadəganlara, əvvəl sahiblərinə qaytarılması. Bu da yəni bir hissəsini idarəçilikdə iştirak etməmək şərtindən qaytarırlar. Şəriət məhkəmələri ləğv edilmədi, komendant idarəsinin yaranmasından qalırdı. Qarabağ və Naxçıvan erməni vilayəti Qarabağ yox, Naxçıvan İrəvan xanlıqlarının yerində yaradılmış. Düzgün cavab B, C variantı. Amerika 1-ci İstiqlaliyyət müharibəsi dövründə İngiltərəyə qarşı Fransa ilə ittifaq yaradılmışdı. Bəli. Gent müqaviləsi 1812-14-dür, buna aid deyil. Saratoga döyüşü İngilis qoşunları qələbə qazanmadı, məğlub oldu. İngiltərə müstəmləkəsi olan Kanadaya 1867-də dominion verib, bu da yoxdur. Yorktown 1781 uyğundur. Cavab 1 və 5. Y variantı. 1826-cı ildə Qacarlar sarayına sülh məqsədi ilə gələn Rus nümayəndə heyəti hansı əraziləri Qacarı güzəşdiriləcəkdir? Qarabağ və Lənkəran xanlığının bir hissəsini güzəşdiriləcək. Düzgün cavab Y variantı.
Deməli, Nankin və Pekin müqavilələrinin oxşar fərqli cəhətləri. Çin təzminat ödəmişdi. Hər iki müqavilədə Çin təzminat ödəyirdi. Çin-Yapon müharibəsi, yəni bu aid deyil. Çin-Yapon müharibəsi 1894-95 idi, yəni bunlara aid deyil. Tiryakinin açıq satışına icazə verildi 1860 Pekin müqaviləsindən 2-yə C. Sianqan Honkonq İngiltərə mülkiyyətinə keçir Nankin müqaviləsindən 1842. Amurun sol sahildə Rusiyaya verilməsi bu 1858 Ayğun müqaviləsinə aid. 1D, 2A, 3C. Düzgün cavab B variantı. Azərbaycan Sasanilər dövründən fərqli olaraq xilafət ağalığı dövründə məmur özbaşınalığına qarşı Xürrəmlər üsyanı. Təbii ki, Xürrəmlər üsyanı xilafət dövrünə aiddir. Can vergisi hər iki dövrdə var, köçürmə hər iki dövrdə var, xidmət müqamında torpaqlar, iqta və yaxud da xostak hər iki dövrdə var, inzibati, şimal qüsdaqlığı bu da Sasani dövrünə aid. Düzgün cavab deyil. 43-cü sual. Şirvanşahlarla müttəfiq olmuşdu. Hər üçü müttəfiq olur. Uzun Həsən Teymurilərə qarşı, Sultan Yaqub deməli Ərdəbil hakimliyinə, Cahanşah Ərdəbil hakimliyinə qarşı ittifaq yaratmışdılar. Yeni dövlətin əsasını qoymuşdu. Uzun Həsən tərəfindən yeni dövlət əsası qoyulub. Hakimiyyət dövründə durğunluq dövrü, Yaqubun dövrünə durğunluq deyirlər. 15-ci əsrdə Heratı tutan Cahanşah idi. Dövlətin sonuncu hökmdarı olmuşdu. Bu heç birinə aid deyil. Deməli 1B, 2C, 3D, 4A. Düzgün cavab C. Osmanlı özünün Afrikadakı sonuncu mülkünü Trablis müharibəsində itirib. Osmanlı-İtaliya arasında olmuş 1912-11-12-ci illər. Deməli, Malazgirt döyüşündə Səlcuqlar tərəfindən məğlub edilmişdi Bizans imperiyası. 1-ə B variantı olacaq. Üsyan nəticəsində süqut eləyən Uyğurlardır. 842-ci ildə və yaxud da 9-cu əsrin 40-cı illərində qırğızların üsyanı nəticəsində süqut eləyib. 4-cü əsrdə xristianlıq bir Albaniyada, bir də Romada dövlətinin elan olunmuşdu. Hər ikisi 313-cü ildədir. Deməli, 1-ə B, 2-yə D, 3-ə A, C. Deməli, 3-ə A, Y. C yox, 3-ə A, Y. Hülaki hökmdarı Qazan xana aid deyil, Qızıl Ordu hökmdarı Özbəyin yürüşü. İslam dinini qəbul edib Mahmud adlanıb, məhkəmə islahatı yarımçıq qalıb, vergi islahatı kəskin mübarizə şəraitində həyata keçirilib, rabitə məmurlarına isə vergi yığmağı qadağan edib. Düzgün cavab D. 1846-cı ildə Azərbaycan quberniyalarını xəritədə müəyyən edilib. 1846-cı ildə bildiyimiz kimi 4 dənə quberniya yaradılıb. Tiflis, Kutays, bu Gürcüstan ərazisində yaradılır. Dərbənd və Şamaxı quberniyaları. Düzgün cavab 2, 5, B variantı olur. Növbəti sual. 1826-cı ildə yeni piyada korpusunun yaradılması haqqında əmrin verilməsi, bundan sonra Yeniçərilərin qiyamı baş verir, tezliklə Yeniçərili ləğv edilir. Söhbət 1-ci Mahmuddan gedir. İkincisi isə 1877-78-ci illərdə deputatlar iclasında hökumət tənqid etməsi, Rus-Türk müharibəsində məğlubiyyətin səbəblərinə dair hesabatlar tələb etməsi sultanı parlamenti qeyri-müəyyən müddətə buraxılmasına gətirib çıxarır. Bunun ardınca ölkədə sərt diktatura qurulur. Mətndə bəhs edilən Osmanlı sultanından fərqli olaraq ikinci mətndə verilən hökmdarın dövründə. İkinci mətndə də verilən Sultan Əbdülhəmid konstitusiya qəbul etdi 1876. Qumbarasılar ocağı, ilk Qumbarasılar ocağı 1730-cu illərdə idi. 1-ci Mahmudun dövründə Qarabağ Mərmərə dənizinin xəritəsi çəkilmişdi Lalə dövründə. Balkan İttifaqına qarşı mübarizəyə başladı. Balkan İttifaqına qarşı da mübarizə 5-ci Mehmet Rəşadın dövründə başlamışdı. Düzgün cavab B, yalnız 1. 49-cu sual. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycan tarixinə aiddir. Alman ailələri Cənubi Qafqazda məskunlaşdırılması 1817-18 ikinci yarıya düşmür. Bəyev ağalara kəndlər üzərində polis məhkəmə hakimiyyətinin verilməsi 1846-47. Siemens qardaşları Gədəbəydə misəritmə zavodu 1865, düzgün cavabın biri bu. Neft sənayesinin iltisamın ləğv edilmesi 1872-17 fevral, bir də 4. Bakı Tiflis dəmir yolu isə 1883, düzgün cavab 3, 4, 5, A variantı. Urmiya xanlığı üçün səciyyəvidir. Azərbaycanın şimalında yox, cənubundadır. Gəncənin bölüşdürülməsində Qarabağla icabili idi. Quba xanlığından asılı vəziyyətə düşməsi. Urmiya xanlığı Qubadan asılı düşmür. Qızılqayıda da iştirak eləmədi. Qarabağ xanlığını 1759-63-cü illərdə asılı salıb.
13-14-cü əsrlərdə Sultaniyədə inşa edilmişdi Olcaytı Xudabəndə türbəsi. İlk gimnaziya tipli rus dilli orta məktəbin əsası 1865-ci ildə Bakı şəhərində qoyulmuşdu. Düzgün cavab 3. C variantı. Ağqoyunlu dövlətinin yaranması. Deməli, Ağqoyunlu dövləti yarandı 1468-ci ildə. Uzun Həsən Gürcüstana hərbi yürüşü 1477-ci ildə. Ondan sonra Otluqbeyli döyüşündə Ağqoyunluların məğlub olması 1473. Əbhər sazişi 1500. Bu sazişlə Ağqoyunlu dövləti 2 yerə bölünür. Naxçıvanda Rüstəm Mirzənin məğlub edilməsi. Bu da 1496-cı ildə Gödək Əhməd tərəfindən məğlub edilmişdi. Deməli, düzgün cavab necə olur? 1, 1468, sonra 1473-də baş verən Otluqbeyli 3, ondan sonra 1477-də Uzun Həsənin Gürcüstana yürüşü gəlir 2, sonra Naxçıvanda döyüş 1496 5, sonra isə Əbhər sazişi 1500-cü il. 1, 3, 2, 5, 4. Deməli, hadisə nəticə əlaqələrinin doğru verildiyi cavab. Qarababa döyüşü baş verdi, Qacar qoşunları ruslar üzərində qələbə qazandılar. Düzdür. Antlı öhdəliyin imzalanması, Gəncə xanlığının ruslar tərəfindən tabe edilməsi. Antlı öhdəlik Çar Balakən cəmaətliyinə aid idi. Deməli, Gəncə döyüşü 1-ci Rusiya Qacar yox, 2-ci Rusiya Qacardır. Türkmənçay müqaviləsi Azərbaycan bölüşdürülməsi rəsmiləşdirildi. Kürəkçay müqaviləsi Qarabağ xanlığı Rusiyanın asılılığını qəbul etdi. 1805-ci ildə. Düzgün cavab 1, 4, 5. Deməli, növbəti. Neyzbi döyüşü. Deməli, Neyzbi döyüşü baş vermişdir.